Dostlar, sizə qaldığım yeri göstərim. Kambodiyada lokal bir oteldə qalıram. 3 gecəsinə 29 dollar ödəmişəm. Belə bir balkon var. Mənzərəm. Çox yerli məhəllədədir. Ona görə yerlilərin belə evlərini görə bilirəm. Burada isə banqolar var. Asıdan sevdim. Sonra gəlirəm. Bu isə otaqlardır. Sonra isə gəlirəm digər balkona. Bura daha çox guest house-dur. Balidə də bu məntiqlə işləyirdi. Guest house-da qalıram hal-hazırda. Yəni otaqların hər birini bir-bir kiraya verirlər və ortaq belə balkonlar alanlar var. Məncə çox qəşəngdir, işıq alır, evlər rəngli. Burada isə mən. İndi gedirəm çox maraqlı bir yerə. Bir qədər şəhərdən kənara, daha sakit təbiətin içində bir yerə. Orada isə yeni videolar çəkəcəm.